Stres və s. hamısı rol oynayır, amma tam xəstəliyə çıxartmasa da bəzən xəstəni həkimə gətirir. Bizim əslində ən sevdiyimiz qrup hansıdır? O təşvişlə, panik halı ilə gəlir, məsuliyyətlə, qorxu ilə, süd vəzimdə bir ağrı var və yaxud da ki, kiçik çanaqda bir diskomfort hissi var. Xəstə ilə oturub danışırsan, müayinələri icra edirsən və nəticədə baxırsan səbəb nədir? Psixologumuzun qeyd elədiyi kimi bir həftədir, 10 gündür, yoldaşı ezamiyyətdədir, evin bütün yükü üzərindədir və artıq bu məsuliyyətdən qaçmaq üçün özünə bir xəstəlik axtarır. Bunun da ən yaxşı ola biləcəyi hormon həssas olan süd vəzində bir ağrı özü üçün belə bir yaradır və indi onsuz da statistikada xəstəlik sayı çoxdur deyə düşünür ki və bir qorxu yaranır ki, bəlkə mən çox işlədim, gecə yuxusuz qaldım, çox ağır götürdüm, çox məsuliyyət. Özəlliklə ata şəhərdən kənarda olanda övladla bağlı anaların qayğıları 1-ə 5 qalxır. Özümüzün də təcrübəmizdən və gördüklərimiz qədərilə də uşaq məktəbə necə gedəcək, yolda hər hansı bir hadisə baş verə bilərmi, mən zamanımı necə böləcəm, mənim nəzarətim yetərsiz ola bilərmi, o yanlış bir yola gedə bilərmi? Bu kimi qorxularla süd vəzi ağrısı ilə bizə gələn çox xəstələr olur. Çox şükür ki, bunların müayinə nəticəsində tibbi olaraq xəstəlik aşkarlamırıq. Adətən belə şəxsləri növbəti etapda yenidən bir psixoloqa yönləndiririk ki, həmin halda öz duyğularını da idarə etməyi öyrənsin, öz bədənini tükəndirmədən, öz bədənində olan resursların fərqinə varsın və əslində bunun öhdəsindən gələ biləcəyini öyrənsin. Düzdür, son dövrlər mən bu termini çox sevirəm və çox dəyərli bir psixologumuzdan da eşitdim. Tükənmiş valideyn sindromu. Bu nədir? Digər qarşı tərəf öz vəzifələrini yerinə yetirmir və bütün məsuliyyət sənin üzərində olur. Övladın 2 alanda da, 5 alanda da sənin qızın, sənin oğlun oldu. Yəni burada hər iki valideyn hansından asılı olmayaraq mütləq məsuliyyətləri bölüşməlidir ki, ya kişilər infarkt olub ölməsin və yaxud qadınlar olmadığı halda bir xərçəng qorxusuyla, bir ağrı ilə həkimə müraciət etməsinlər. Yəni əslində bugün sadəcə işdə deyil, vəzifəmizi icra edərkən hər yerdə də öz öhdəliyimizi bilib onunla məhdudlaşmalıyıq. Mən həkiməm, onkoloqam, mən ancaq onkoloji müalicə metodları haqqında bilgi verdiyim zaman necə ki doğrudur, valideyn olaraq da mən ancaq ana vəzifəsini yerinə yetirdiyim zaman İşimi düz görmüş oluram və insan olaraq yorulmuram. Mən bir də evdə ata olmağa çalışsam, yəni elə bilin ki, mən onkoloqam, durub burada cərrahi bir müdaxilədən və yaxud beyin cərrahiyyəsindən danışıram. Nə qədər absurd görünürsə, valideynlikdə də bəzən əslində biz fərqində olmadan belə bir səhvlər edirik. Nəticəsi özümüzü yorur.